50 qoyunla nə qədər qazanc əldə eləmək olar? Bugünkü videomuzun mövzusu bu barədə olacaq. Gəlin başlayaq. Qoyunçuluğa yeni başlayanların və bu sahəyə maraq göstərən insanları ən çox düşündürən sual qoyunçuluq nə qədər gəlirlidir? Qoyunçuluğa başlasam nə qədər gəlir götürə bilərəm? Bugünkü videoda 50 qoyun üzərindən bir illik qazanc və xərcləri hesablayacağam. Bu hesab rayonlara və hətta kəndlərə görə də dəyişə bilər. Sosial şəbəkələrdə qoyunçuluqla bağlı fərqli fikirlər kifayət qədər çox. Kimi 50 qoyunla heç nə qazanmağın mümkün olmadığını deyir. Kimi də düzgün idarə etmə və nizam-intizamla kiçik sürüdən belə ilin sonu əla gəlir əldə etməyin gerçək olduğunu deyir. Əsas gəlir heyvanların sayında deyil. Onları necə idarə etməyinizdən, yemləmədən, vaxtında görülən profilaktik tədbirlərdən və quzu satışından asılıdır. Gəlin 50 baş sağlam ana qoyundan ibarət bir təsərrüfatın bütün xərclərini, quzu satışını və illik real qazancını addım-addım ən xırda detallarına qədər hesablayaq. Qoyunçuluqda ən əsas xərc qış ayları üçün olur. Qışda ot və yemin qiyməti baha olduğu üçün gərək yay aylarında otu və arpanı alasan. Ola bilər ki, kiminsə özünün böyük arpa və yaxud ot sahəsi olsa, qışdan cüzi xərclərlə çıxa bilər və daha çox gəlir əldə edər. Qışa 5 ay nəzərdə tuturam. Bu, yəni dağlıq ərazilərdə və dağətəyi yerlərdə ki, yəni normaya nəzərən 5 ay nəzərdə tuturam. Qış sözsüz ki, isti aran rayonlarında daha qısa sürür. Yay aylarında qoyunlar otlaqlardan qidalansa da, qış aylarında ot, arpa və digər yemlərə ehtiyac yaranır. Yəni qoyunlar tam sahibindən asılı vəziyyətdə olur. Gündəlik qoyun başına verilən normativlər və sonradan doğulan quzular nəzərə alınarsa, təxminən 50 qoyun və quzular üçün təxmini 5 ton arpa nəzərdə tuturam. Arpanı da 40 qəpikdən götürsək, bu 2000 manat xərc edir. Qışdan qoyunların yaza daha sağlam və itkisiz çıxmasında keyfiyyətli ot əsas şərtlərdən biridir. Yonca olsa, yəni daha gözəl olar. 50 baş qoyun və sonradan doğulan quzularla birlikdə təxmini 700 ot bağlaması lazımdır. Yuxarıda da xatırlatdığım kimi, yəni bu rayonlara, hətta kəndlərə görə də bu say dəyişə bilər. Otun bir bağlamasını 5 manatdan hesabladıqda ota verilən pul 3500 manat eləyir. Baytarlıq, dərmanlar və mineral duzlar, qoyunların daxili və xarici parazitlərə qarşı dərmanlanması, vitaminlər, peyvəndlər və lazım gəldikdə istifadə olunan antibiotiklər üçün təxminən 700 manat götürək. Cəmi bütün qış xərcləri, ot xərci, arpaya verilən pul, dərmanlara verilən pul cəmi birlikdə 6200 manat eləyir. Biz bunu biraz da yuxarı 6500 manat nəzərdə tutaq. Yəni çəkilən xərcləri. Qoyunçuluqda sözsüz ki, əsas gəlir quzu satışından asılıdır. Nə qədər çox quzu satsan, qazanc daha böyük olacaq. 50 qoyundan çox demirəm. 55 quzu satış eləyək. Quzular əsasən 6-7 aylıq olanda satılır. Bir quzunu da 300 manatdan satsaq, 55 quzudan 16500 manat qazanc qalır. İndi gəlin qazancdan
çəkilən xərcləri çıxaq. Təmiz 10.000 manat qazanc qalır. Qoyunçuluqda uğur yalnız bir ilin qazancını saymaqla bitmir. Uzunmüddətli və davamlı gəlir üçün aşağıdakı qaydaları da əməl etmək vacibdir. Hər il doğulan dişi quzulardan bir neçəsini satmasaq, damazlıq üçün saxlasaq, bir neçə il ərzində sürünün sayı təbii şəkildə daha da böyüyəcək. Bu da gəlirimizin illərlə artması deməkdir. Unutmayaq ki, qoyunçuluqda uğurun sirri çox heyvan satmaqda deyil, sağlam sürü yaratmaqdadır. Düzgün yemləmədə, vaxtında profilaktik tədbirlər görməkdədir. Bu qaydalara əməl edən hər bir şəxs kiçik sürü ilə də ildən-ilə artan yüksək qazanc əldə edə bilər. Dostlar, bu günlük bu qədər. Siz də öz təcrübənizi, məsləhətlərinizi və yaxud da ki, iradlarınızı şərh bölməsində yazın. Videonun sona qədər izləyin, bəyənin və yaxud da ki, abunə olun. Növbəti videolarda görüşənədək sağ olun, hələlik.